308 tələbəyə adlı təqaüd təqdim edilib. Təqaüd ölkənin orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrində əla və yaxşı qiymətlərlə oxuyan Tələbə Həmkarlar İttifaqı hərəkatında fəallıq göstərən gənclərə verilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin bu layihəsi ənənə halını alıb. Təqaüd əvvəllər hər semestrdə 65 tələbəyə verildiyi halda hazırda bu rəqəm 308-ə çatdırılıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov bildirib ki, belə təşəbbüslər gənclərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və onların intellektual potensialının inkişafı baxımından mühüm rol oynayır. Vurğulanıb ki, adlı təqaüd proqramı isə tələbələrin elm və təhsilə marağını artırmaqla yanaşı onların şəxsi inkişafına da ciddi töhfə verir. Bu il həmin təqaüdün 30 illik yubileyidir. İndiyə qədər 3179 tələbə bu adlı təqaüddən yararlanıb. Bu tələbələrimizə həm ictimai həyatda fəal olmağa, həm də yaxşı qiymətlər oxumağa stimul verir. Bu çox gözəl bir platformadır. Hesab edirəm ki, bu adlı təqaüd tələbələrimizin gələcəkdə daha fəal olması, daha öz peşələrinə yaxına gəlmələri üçün ən gözəl anlardan, vasitələrdən biridir. Bu yaxınlarda Doğma Qarabağımızda, Qarabağ Universitetində də Həmkarlar İttifaqı təşkilatı yaratmışıq. Çox güman ki, növbəti semestrdə həmin tələbələr də bu təqaüddən yararlanacaqlar.